Aha. Kvadrat köklərin hər üslü qüvvət. 9-cu sinif səviyyəsində izah edəcəm inşallah. Gedək. 1. Bizə lazımdır ki, kök işarəsi. Bax, bu gördüyümüz kök işarəsidir. Ümumiyyətlə, orta məktəbdən də tanışdığınız var. Sol tərəfdə qeyd eləmişəm, sağda da onların izahını verə-verə gedəcəm. Kökün oxunuşu, kök altında n-ci dərəcədən A-nın üstündə E. Deməli, həmişə n-ci dərəcə kəsir xəttində, kəsirin məxrəcində, bu isə A-nın üstü sürətlə yazılır. Buna aid 2 dənə burada for example var. Nümunə olaraqdan 5-ci dərəcədən 2-nin üstü 3 bərabərdir 2-nin üstü 5-də 3. Digər bir misal. Əgər kökün dərəcə yazmayıblarsa, deməli ən az bura nə olar? 2 ola bilər. X-in üstə də heç nə yazılmıyorsa, deməli üstü 1-dir. O da olacaq X-in üstü 2-də 1. Bundan tanış olandan sonra biləcəyimiz ilk addımlar, edəcəyimiz ilk addımlar. Cüt dərəcədən kökün altı həmişə böyükdür 0 olur. Cüt dərəcədən kökün altı həmişə böyükdür, həm də bərabərdir 0 olur. Həm böyükdür, həm də nə? Bərabərdir. Misal üçün, kök altında 2 qıçqızın 6 ifadəsində x-in ala biləcəyi qiymətləri tapaq. Cüt dərəcədən olduğuna görə, deməli bura 2 yazılmayıb, mən özüm yazıram ki, 2 çıxılsın 6, yəni cüt dərəcədəndir. 2 çıxılsın 6 böyük bərabər 0, 2x böyük bərabərdir 6-dan, x də böyük bərabərdir 6 bölünsün 2, 3-dən. Deməli, x-imizin ala biləcəyi qiymət nədir? 3-dən müsbət sonsuzluğa. Aydındır mı? Sonra 4-cü dərəcədən, deməli 4-cü dərəcədə 5 çıxılsın 10 x-ə. Bu 4-cü dərəcədəndir. 5 çıxılsın 10 x böyük bərabərdir 0-dan. Mənfi 10 x böyük bərabərdir mənfi 5-dən. 10 x kiçik bərabərdir 5-dən. X də kiçik bərabərdir 5 böl 10-dan. X də kiçik bərabərdir 2-də 1-dən. Ümumiyyətlə, bərabərsiz mövzusunda da bunu izah edəcəm. Dəyişən tərəf həmişə müsbət olmalıdır. Bərabərsizliyi mənfidə də vurduqda və böldükdə işarəsini dəyişir. Burada da ona görə mənfi 12 böyük bərabərdir mənfi 5 olanda onu mənfiyə vurdum, işarəsini dəyişdim. Mənfi sonsuzluqdan 2-də 1. Məsələn, 9-cu siniflər üçün biraz çətin ola bilər, amma bərabərsiz mövzusunu keçəndə orada daha da asan olacaq. Sonra gəlirik tək dərəcədən. Uşaqlar, tək dərəcədən 2n plus 1 deyək ki, A. Bu cür misal və hesablamağa ehtiyac yox. Elə birbaşa bunun həlli nə olacaq? Tək dərəcədən kökün altı mənfi də ola bilər, müsbət də ola bilər, 0 da ola bilər. Ona görə birbaşa bunun həlli olacaq. Mənfi sonsuzluqdan müsbət sonsuzluq. Misal üçün deyirəm, orada görürsünüz da artıq hesablamaya ehtiyac yoxdur. Neçənci dərəcədən, 3-cü dərəcədən 4-2 çıxılsın 20. Daha çaşım onu 4-2 20 böyük bərabər 0 yox. Deməli, x-in ala biləcəyi qiymət nə olacaq uşaqlar? Hər şey mənfi sonsuzluqdan müsbət sonsuzluğa kimi. Aha. İndi bunun özətini vermişəm şagirdlərdə. Özət. Deməli, dedik ki, cüt dərəcədəndirsə, kökün altı nədir? Böyük bərabər 0 olur. Tək dərəcədəndirsə, anlala biləcək qiymət
Mənfi sonsuzluqdan müsbət sonsuzluğa. Şagirdlər bu qayda ilə neyi qarışdırır? Bu qayda ilə bunu qarışdırır. Əgər kökün dərəcəsi də cütdürsə, A-nın üstü də cütdürsə, baxın, bununla bu fərqlidir. Görürsünüz? Orada ancaq dərəcəsi cütdür. Burada həm dərəcəsi cütdür, həm də kökün altı cütdür. Burada nə olacaq? Modulda A. İndi A sıfırdan böyüksə bilirsiniz. Modullardan nə çıxır? Müsbət A. A sıfırdan kiçiksə A. Bu bunu da yazım. Əgər A sıfırdan böyük bərabərsə modulda A-dan A çıxacaq. A sıfırdan küçük bərabərsə modulda A-dan çıxacaq mənfi A. Aydındır burası. İndi bir də tək dərəcədə. İstəyir A böyük bərabərli 0 olsun. İstəyir A kiçik bərabərli 0 olsun. Tək dərəcədən 2n üstəgəl 1. A-nın üstü 2n üstəgəl 1. Eləcə çıxacaq A. Bax. Bundan bunu qatmaq olmaz. Bundan da bunu qatmaq olmaz. Aydındır? Qarışdıracağıq. Fərqlərini bildiniz nədəndir? O birisində cüt dərəcədən eləcək A-dır. Amma o birisində həm dərəcəsi cütdür, həm də A-nın üstü cütdür. Bu birisində də tək dərəcədən köşk altı mənfi sonsuzluq, müsbət sonsuzluq, amma bu birisində həm dərəcəsi təkdir, həm də A-nın üstündəki kök altı ifadənin üstündə təkdir və bərabərdir. Teacher, indi bunlara ait misallar verək. Teacher, ona ait misallar versin. İlk başlayıb verəcəyimiz misal nədir? Deyək, x-in kvadratını. X-in kvadratı burada da 2 olduğuna görə. Nə çıxacaq buradan? Modulda x. Və yaxud da modulda x nəyə bərabərdir? Kök altı x-in kvadratına. Bu, böyüyəndə daha çox bundan istifadə edəcək. Hal-hazırda bizə lazımdır. 4-cü almadığım. Teacher, bu dediyim iki misal aid suallar işləyək, elə burada. Bax, şərtlər verir. Deyir, əgər x böyüksə 0-da 6-cı dərəcədən, x-in üstü 6-dan necə çıxacaq bu kökdən? Modulda x, x də 0-dan böyük olduğuna görə x. O birisi digər. And other for example, x kiçikdir 0-dan. 8-ci dərəcədən x-in üstü 8. Nə çıxacaq burada? Modulda x. X də 0-dan kiçik olduğuna görə mənfi x. Tək dərəcədən dedim ki, istəyir 2 0-dan böyük olsun, istəyir 2 0-dan kiçik olsun. 5-ci dərəcədən x-in üstü 5-dən elə çıxacaq x. İstəyir 2 0-dan da kiçik olsun. Uşaqların ən çaşdığı şey. Burada götürüb, burada mənfi çıxardır, kəsir. Elə şey yoxdur. Əgər kökün də dərəcəsi, altdakı ifadənin də üstün dərəcəsi təkdirsə və bərabərdirsə nə çıxacaq? Olduğu kimi çıxacaq. Aydındır? Biraz da imtihana düşən uzun bir-iki dənə sual verək. 1. Deyir ki, m 0-dan kiçik olarsa, m 0-dan kiçik olarsa, 3-cü dərəcədən m-in kubu çıxılsın 4-cü dərəcədən m üstü 4. Tək dərəcədənsə necə çıxacaq? Olduğu kimi. Cüt dərəcədən moduldayım. Deməli, m 0-dan kiçik olduğuna görə aha, bizim bu m-dən işimiz yoxdur. Bizə əsas aha. Mənfi m, bu da edəcək. M plus m bərabərdir 2m. Aydındır? Keçək. And other for example, biraz uzunla. Əgər şərt verib ki, x-imiz 2 ilə 5-in arasındadırsa, cüt dərəcədən 2 çıxılsın 1-in kvadratı 2-ci dərəcədən, çıxılsın 6-cı dərəcədən 2 çıx 7-in üstü 6, üstə gəlinsin 3-cü dərəcədən 2 çıxılsın 9-dur mu? A. Bunu hesablasaq, burada 2 olduğuna görə olacaq modulda 2 çıxılsın 1, çıxılsın modulda 2 çıxılsın 7, üstə gəl, tək dərəcədən olduğuna görə 2 çıxılsın 9. İndi gülüm, 2 ilə 7-nin arasında bir dənə ədəd götür. 4.
2 ilə 5. A. 4-dən 1 çıxsan. Müsbət. 4-dən aha. Buna da dəyinilir. Olduğu kimi qalır. Deməli, müsbət olanda olduğu kimi, mənfi olanda yeri dəyişir. Amma mötərizədə yazsam, çünki qabağında mənfi işarəsi var. Üstəgəl 9 bərabərdir. 2 çıxılsın, 1 çıxılsın, 7 üstəgəlisi 2 üstəgəl 9. Və 2 çıx 1, çıx 7 üstəgəl. Bu ikisi burada yemişik. Deməmişsiniz. Buradakı 2 çıxılsın 9. Aha. 2 çıxılsın 9. Neçə dənə x var? 1 dənə, 2 dənə, 3 dənə. 3, 2 çıxılsın 17. Cavabımız oldu bu. Başa düşdünüz? Cüt dərəcəli kök və tək dərəcəli 4 dənə qayda keçdim. 4 dənə. 4-ün də ağlı olan şagird burada öyrənmiş oldu mu? Qulaq asan, ağlı olan şagird burada öyrənmiş olur. Özətini də yazmışam. Yəni o da bilmiş olduq. Xüsusi hal var. Uşaqların sevmədiyi bir şey. Xüsusi hal. Cüt dərəcədən, əgər, baxın, A böyükdür 0-dan. Cüt dərəcədən, burada izah, 4-cü dərəcədən A-nın üstü 32-dir. Biz də bilirik ki, A-nın üstü bu məxrəcə 32. A-nın üstü 8. A 0-dan böyükdür, yəni müsbətdir deməkdir. Burada da o deməkdir. A 0-dan böyükdür, müsbətdir, 0-dan kiçikdir, mənfidir, müsbətdir. Mən bilən gedib baxarsınız, müəllimini o təpəsinin ortasına yazdım. Müsbətin üstü dərəcədən nə edir? Müsbət elə olduğu kimi qalacaq. Misal üçün, ikinci misal. Yenə A 0-dan kiçikdir, 4-cü dərəcədən A-nın üstü 32. Bərabərdir. A-nın üstü 32 bölünsün 4, bərabərdir A-nın üstü 8. Mənfinin üstü cüt dərəcədən nə verir? Müsbət edir olduğu kimi. A böyükdür yenə 0. 4-cü dərəcədən, indi uşaqlar, başqa şey çıxacaq. A-nın üstü 20. A-nın üstü 20 bölünsün 4, beləcə A-nın üstü 5. Müsbətin üstü cüt dərəcədən, bir də uşaqların ən çox qaçdığı bir şey, A kiçikdir 0-dan. 4-cü dərəcədən A-nın üstü 20, A-nın üstü 20 bölünsün 4, bərabərdir A-nın üstü 5. Mənfinin üstü tək dərəcədən olduğuna görə bunun qabağına nə yazacağım? Mənfi A-nın üstü 5. İmtahanda da düşən suallardandır. Aydındır mı? Bəli. Çünki mənfinin üstü cüt dərəcədən, mənfinin üstü 8-ci dərəcədən edir müsbət. Başa düşdük? Başqa sual var Mədinə? Süleyman. Keçək. Keçək digər qaydalara. Uşaqlar. Eyni dərəcədən kökaltı ifadələri vurduqda, dərəcələr olduğu kimi qalır, kök altında ifadələr vurulur. Buna misallar, kök altında 2 vurulsun, kök altında 18, bərabərdir, kök altında 2 vur 18, kök altında 36, bərabərdir 6. And as a for example, 5-ci dərəcədən 7 çıxılsın kök altında 17 vur. 5-ci dərəcədən 7 plus kök altında 17 bərabərdir. Eyni dərəcədən vuranda 7 çıx kök altında 17, 7 plus kök altında 17. Gördüyümüz kimi A çıxılsın B, A plus B-nin müxtəsər vurma düsturudur. 5-ci dərəcədən 7-nin kvadratı çıxılsın kök altında 17-nin kvadratı bərabərdir. Kök altda 5-ci dərəcədən 7-nin kvadratı 49 çıxılsın 17. 5-ci dərəcədən 32. O nədir 5 dəfə bir-birinə vuranda 32 edir? 2. Cavabımız oldu 2. Çətin bir şey var mı? Asad, masad bir şeydir. Ay nə bilim, kök altından bərabər istifadə şeyi ən çətin dərsdir. Çətindir kök altı dərs. Ay yiyib içməli dərsdir. Sonra eyni dərəcədən kökaltı ifadələri böldükdə, dərəcələr olduğu kimi qalır, kökün altındakı ifadələr bölünür. Aydındır. Kök altda 18-i misal verək.
Kök altda 18'i kök altda 2'yə bölsəm 18 bölünsün 2 bərabərdir kök altda 9. Bundan da çıxır 3. Çətin bir şey var. It is very easy question. Sonra and as for example 3-cü dərəcədən 54 bölünsün 3-cü dərəcədən 2 bərabərdir 3-cü dərəcədən 54 bölünsün 2 bərabərdir 3-cü dərəcədən 27. Ona 3 dəfə bir-birinə vuranda 53. Düzdürmü? Ay teacher, bəs kökün dərəcələri fərqli olsa nə edəcəyik? Az sonra Adil müəllimin xəbərlərində müxtəlif dərəcədən kökaltı ifadələri vurduqda və ya böldükdə dərəcələri bərabərləşdirir. For example, baxın, 3-cü dərəcədən 2-ni vursan kökaltda 5-ə, burada 2 var. 2 ilə 3-ə ortaq vuruq nədir? 6. Deməli, bunlarda 6-cı dərəcədən 2-nin üstü nə yazacağım? 2 vur. 6-cı dərəcədən 5-in üstü 3. Vəssalam, dərəcələr oldu bərabər. 6-cı dərəcədən 4 vur, 6-cı dərəcədən 125. Eləyir 6-cı dərəcədən 4 vur, 125. Bu deyir 6-cı dərəcədən 6-cı dərəcədən 500. Vəssalam. Aydındır. Sonra burada yüngülvari bir qayda var. Onu mən sizə izah edəcəm. Əgər A-nın üstündə belə endirsə şagirdlər, mütləq A böyük bərabər 0 olmalıdır. Kökün altı. Və onda misallar vermişəm burada. Məsələn, kök altı A-nın kvadratı. A, kökdə 5-in kvadratı. 5. O məktəbdə deyirlər ki, köklə bu bir-birini yer eləyir. O heç kimi yemir. A kök altda nə deməkdir? A-nın üstü 2-də 1-dir. 2-də 1-də 2-yə vuranda A-nın üstü 1 deyir A. Yəni heç kimi yemir. Başa düşdünüz? İşitmişsiniz belə bunu yeyir, nə bilim, nə. Şimdi kökdə 7'nin kvadratından 7. O hardan alındı 7? Çünki kökdə 7, 7'nin üstü 2'də 1'dir. 2'də 1'də 2'yə vuranda 1 edir. Gördünüz orada kimsə tutub bir-birini kəsib yeyir. Yox, yenə şükür. Hə, deməli şagirdlər, bunu da şaqalaq kimi nə eləmiş oldunuz? Bilmiş oldunuz. Hə, kvadrat köklərdən müxtəsər madüsturları. Ha. O nədir kvadrat köklərdən müxtəsər madüsturları? A-nın kvadratı çıxılsın B kvadratıdır, düzdür? Deməli bunu bilirik. Bu nə deməkdir? A çıxır B, A plus B. İndi əziz şagirdlər, baxın, teacher nə deyir? İndi burada verir ki, A çıxılsın B. A-nın kvadratı var şagirdlər. B-nin kvadratı var. Deməli düstur olması üçün kök altda A-nın kvadratı, bu da kök altda B-nin kvadratıymış. Öyrəndik də biraz əvvəl. Bu da nə deməkdir? Kök altda A, kök altda A, üstəgəl kök altda B. Başqa bir misal. İndi bax, A çıxılsın B-nin kvadratı. B-nin var kvadratı, amma nəyin yoxdur? Kökdə A-nın kvadratı çıxılsın. Kök altda A plus B. Və yaxud da A-nın kvadratı çıxılsın B. Çıx kökdə B-nin kvadratı. Vəssalam. A çıx kökdə B, A plus kökdə B. Teacher bizə imtahanda sual nə təni sual gələ bilər? Bax, buradakı M. Misal. Deməli, 6'nın şeyi yoxdur. Kvadratı. Kökdə 6'nın kvadratı. A plus kökdə 6. Bərabərdir. Deməli, A çıx kökdə 6, A plus kökdə 6 bölünsün A plus kökdə 6. A plus kökdə 6'lar gedir. A çıx kökdə 6. Vəssalam. Çətin bir şey var mı? Sonra, yadınıza gəlsə bu qoşma haqqında həqiqətlərdə də sizdən şaka-maka etmişdim. Burada da şaka-maka edəcəm. İstənilən kök altında bir ifadənin qoşması özüdür. Misal ki, A kök altlarının qoşması kökdə A-dır. 6 böl kökdə 2'nin qoşması
Çökdə 2-yə vuracam. 6-ını da çökdə 2. Bir də görsəm uşaqlar deməlim, qayda ixtisar edək, o bir mənası qaldı. Niyə vurmuşdum ki, niyə də ixtisar edirəm? 6 çökdə 2, burada 2, bu da eləyəcək 3 kök altda 2. Başa düşdünüz? Kök altda A plus kökdə B-nin qoşması, kökdə açıq B, kökdə açıq kökdə B-nin qoşması əksislədir. Məsəl üçün, burada 8 bölünsün, elə bunu bu tərəfdə geniş bir yerdə şey eləyəcəm. A. Dədəxan. Burada nəyə vuracam bunu? Ay, sağ ol. 8 vurulsun, köşkə 7 sürü köşkə. Bu arada da sizə bir sürprizimiz var. Çox gözəl bir sürprizdir. Sizi böyük ehtimalda qəşəng bir imtahan edəcəm. Sabah ola bilər. Yəni imtihana hazır olun. Axşam 10-da valideynlərinizin nəzarəti ilə, xüsusi onu qeyd edirəm. Qrupa yazacaq. Sizləri 25 suallıq bir sual gözləyəcək və valideynləriniz onu yoxlayıb mənə geri dönüş edəcək. Hamıya uğurlar diliyorum. İndi bunu izah edəcək. Çox gözəl bir sınav olacaq. Xeyr, ailə imtahanı da ayrıca olacaq. Yeddən 3 çıxanda 4. Bununla bu gedir. Qalır 2, kökdə 7, bölüs kökdə 3. Aydındır? Bəli. Aha. İndi vurğun kök işarəsi altından çıxarılması, vurğun kök işarəsi altından salınması. Bunları yenə həqiqətlərdə yüngülvari məlumat vermişdim. Burada da geniş məlumat verəcəm. Məsələn, kök altda 8. Bunu avtomatik də alım var da. Restoranda görürsünüz, siz oturan anda bıçaq, çəngəl, qaşıq gəlir ora. Sonra siz sifariş edirsiniz ki, bura toyuq supu verin. Toyuq supu gəlir, sonra siz əlinizi qaldırırsınız ki, afisant olan bu toyuq supunu mən çəngəllə, qaşıqla, yoxsa bıçaqla yiyeyim. Təbii ki, sual verməzsiniz, gülərlə. Ona görə ağlınız var ki, mən bu toyuq supunu çəngəllə yeməliyəm ki, bu vaxtım geçsin. Yəni, eyni şeydə onu ağıl lazımdır ki, zamanla o formalaşsın. Kökdə 8-i 4 vurulsun 2, 2 kökdə 2 və kök altda 12. 6 bölük olsaq, bayaq dediyim kimi toyuq supunu çəngəllə içmiş olacağız. 2 kökdə 3, 3-cü dərəcədən 16, deməli 3-cü dərəcədən 8 vurulsun 2, o nə 3 dəfə bir-birinə vuranda 8 edir. Sonra 4-cü dərəcədən 48 bərabərdir. 4-cü dərəcədən 16 vur 3, o nədir? 4 dəfə bir-birinə vuranda 2, 4-cü dərəcədən 3. Bu uşaqlar, vurğun kök işarəsi altından çıxarılmasıdır. Bir də onu kökün altda salacaq. Görmüsünüz? Qaqalar var, söhbət edəndir, sənin kökün altda salaram. Başa düşdünüz, kökün altda salaram, yəni o deməkdir ki, indi deyəcəm, 2, kök altda 5. Burada 2-ci dərəcədəndir. Yəni, bu kök buna deyir ki, sənin kökün altda salaram. Yəni, bax, bu 2 minəcək bu 2-ni və bildikdə nə deməksə, 4 vur 5, kökdə 20, 2, 3-cü dərəcədən 4, deməli, 3-cü dərəcədən qalacaq burada, 2-ni minəcək 3, girəcək kökün altda, 3-cü dərəcədən 8 vur 4, 8 vur 4, 3-cü dərəcədən 32, biri də var.
Üçüncü dərəcə 4-cü dərəcədən kök 2 bərabərdir. 4 minəcək 3'ü 4'üncə 81 vur 2 162. Tam bunu uzun yazmadım. Görürəm ki yazmağa ehtiyac var. Aha 162. Hə, baxın gəldik. Nə yazıblar? Adam olma, yadında saxlama. Demirik, adam ol, ay insan yadında saxla. Yaxşı, hamımıza aiddir. Deməli uşaqlar, burada 4 dənədən 2 dənə təklə cütdən verilir. Bu müthiş bir qaydadır. Yəni bunu bilməklə həyatda 10-0 qabaqdasınız. Nə dedikcə, əgər baxın, enimiz cütdürsə, A-mız da 0-dan böyükdürsə, eninci dərəcədən B. A-nı kökün altda salanda, N A-nın üstə çıxır, minir, vurulsun B. Buna gəlin misal verək. X böyükdür 0-dansa, X kök altda yirik. Nə olacaq? Atakan. 2 X-i minəcək, gələcək kökün altda. N yenə cüt dərəcədən olarsa, A kiçikdir 0-dan, A N-ci dərəcədən B, uşaqların ən çox saçları şey bilir. Demək, A-mız nədir buradaysa? 0-dan kiçikdir. O kökün altda girəndə mənfisini, bax, misal üçün, bax, mənfi 3'dür, düzdür. Bu kökün altda girəndə mənfisini qoyur çöldə, özü girir kökün altda, 3'ün kvadratı 9. İndi burada da nə qalacaq? A 0-dan kiçikdirsə mənfisini qoyacaq burada. A-nın üstü N, B. For example, X kiçikdir 0-dan, X kökdə girir. Nə qalacaq? Mənfisini qoyacaq çölə. Burada 2 var, X-in üstü 2. Aydındır mı? Uşaqların saçdığı şey baxıb, bax, bunu bilsəz 10-0 qabaqda. Amma tək dərəcədən, N tək dərəcədən, istəyir A böyükdür 0 olsun, istəyir A kiçikdir 0 olsun. Bunun heç bir dəxli yoxdur. A N-ci dərəcədən B. Elə N-ci dərəcədən A-nın üstü B. Başa düşdük? İstəyir A 0-dan böyük olsun, istəyir A 0-dan kiçik olsun. Misal üçün, deyək ki, X böyüksə 0-dan, X 3-cü dərəcədən eğilir. 3-cü dərəcədən X-in kubu eğilir. X kiçikdir 0-dan, X 3-cü dərəcədən eğilir. Nə olacaq? 3-cü dərəcədən X-in kubu eğilir. Aydındır. Çox gözəl. Çox gözəl. Hə, bunu da buradan silmiş olduq. Gəlirik uşaqlar, əsas söhbətlərə. 2 qat radikal. Hətta bunu abzasdan, dəftərinizə yazırsınız 2 qat radikal. Sonra mən gözləyəcəm 2 qat radikal. Mənim Fatoş qızım, nasılsın? Həmişə yaxşı oldu, şükür. Yazdıq 2 qat radikal. Baxın uşaqlar, bu nə deməkdir? Əziz şagirdlər, A plus minus 2 kök altda 1. Mən bunu sizə 11-ci sinif səviyyəsində yox, 9-cu sinifdə çətin misallar tipindən düşür. Yəni, siz elə bilsəz ki, mənə izləyicim azdır uşaqlar. Bütün videoya baxılara, baxmayaraq ki, 1000 necə izləyicim var. İnandırım sizə, bir də görürsünüz, videonun axırına kimi baxırlar, baxın. Özü elə adam var ki, görürəm, 4-5 dəfə bax. Yəni, görə çıxartdığımı 100 dəfə fikirləşir. Aha. Aha.
Aha. Deməli, uşaqlar, o nədir? Toplayanda. Ya Allah, sağ olun. Toplayanda A eləyir, vuranda B eləyir. Bu o deməkdir ki, kökdə M plus minus kök altda M kvadratı bərabər modulda kökdə M plus minus kök altda M. Gəlin bu misalı verək. Verəkmi? Baxın, indi birinci başqa bir sadə misalla getməyə çalışacağım. 4 çıxılsın 2 kök altda 3-ə. Davud, o nədir toplayanda 4 edir, vuranda 3 edir? 3'den 1. Bəlkə 1 ilə 3-dür. Sizcə? Bax indi bura, nə deyirəm? 1 ilə 3 yazaq birinci. 1 plus 3, 1 vur 3. Bu modul ona görədir da. Deməli, nə olacaq burada? Kökdə 1 çıx, kökdə 3-ün kvadratı. Burada necə çıxacaq kökdən? Modulda kök altda 1, çıx kök altda 3-dən çıxanda. Müsbət edir, mənfi. Mənfi. Mənfi dediyinə görə deməli, nə olacaq? Yerini dəyişəcək. Kökdə 3 çıxılsın 1. İndi gəl bunu eyni misal yazacağım. 4 çıxılsın 2 kök altda 3-ə. Bu dəfə nə yazaq? 3 üstə gəl 1, 3 vur 1. Bərabərdir. Kök altda 3 çıxılsın kök altda 1-in kvadratı. Bu da nədə çıxacaq? Kökdə 3 çıx kökdə 1. Bu da müsbət elədiyinə görə yekun cavab nədir? Eyni şeydir. Deməli, onun bir fərqi yoxdur. Başa düşdünüz? Amma daha asan olsun deyə həmişə böyüyə də götürürəm, kiçiyə də götürürəm ki, mənim üçün relax olsun. Başa düşdük bunu? Aha. Mən olsam bunu qeyd edərəm. Misalı tez bir şəkildə. Çünki videomuzda gedir. Daha sonra yoxdur. Tutardı. Aha. Yüksek soşaları. Bəli. Radikal sözünden nasıl? Mürəkkəb. Mürəkkəb köklüsü. Aha. Güya Kurikulum təhsil sistemində yeni bir dəyişiklik. Aha. 7 plus 2 kökdə 12. O nədir toplayanda 7 edir? Vuranda bu dedik kök altında 4 plus kök altında 3'ün kvadratı bərabərdir. Bu dedik modulda, çünki burada 2 var da. Kök altında 4 plus kökdə 3. Bundan da müsbət çıxdığına görə 2 plus kökdə 3. For example, digərini edək. 3 çıxılsın kök altında 8. Bunu mənə deyəcək
Xədicə. Deməli siz ki, ay müəllim, birinci kökün qabağında mütləq qaydamızda 2 var, 2 olmalıdır. Onu 8-i ay sağ ol. 3 çıxılsın 2 kökdə 2. Sonra nədir toplayanda 3 edir? 2 ilə 1. Bu da kök altda 2 çıx kökdə 1'in kvadratı. Burada da olduğuna görə bu çıxacaq. Bu da müsbət elədiyinə görə kök altda 2 çıx 1. Son bir dənə qaydamız qaldı. Onunla kök altı ifadələri finish eləyəcəyik. Hansı qayda qaldı teacher? Kök altı ifadələrin müqayisəsi. Uşaqlar, baxın. A bərabərdir. 3-cü dərəcədən 4. B bərabərdir. 4-cü dərəcədən 6. C bərabərdir. 12-ci dərəcədən 280. Bu tip kök altı ifadələri müqayisə etdikdə dərəcələr bərabər. Bəxnətər kök altı ifadələri vurduqda belə böldükdə nə iş görürdük? Dərəcələrini bərabərləşdirib qrup görürdük. Düzdürmü? Dərəcələrini vurub bərabərləşdirib qrup. Burada da müqayisə edəndə yenə dərəcə 3-ün, 4-ün, 12-ün ortaq vurumu 12. 4 üstü 4 bərabərdir 12. 256. Bu da bərabərdir 4-cü dərəcədən 4-cü yox. 12-ci dərəcədən 6-ın üstü 3. 12-ci dərəcədən 216. Bu da elə olduğu kimi 280. Hansı böyükdür? Baxırıq. Dərəcə hamısı atırıq. Kökün altda hansı böyüksə o. Ən böyük C'dir, sonra A'dır. Ən kiçiyi B'dir və yaxud B kiçikdir A, kiçikdir C. Həqiqətən gözlərinizdən bir işıq gördüm, bir 99.9%. İnanıram ki, qəşəng başa düşdük. Hamınıza uğurlar. Növbəti dərslərdə görüşərik. Sağ olun.